Salam dostlar. Bugün mən sizlərə Vudraziyanın işlənmə yerini izah edəcəyim. Ekranlara baxarıq. Choose a correct answer. I would rather boşluq at home tonight instead of going to the party. Bu cümlədə doğru variant C variantıdır. Niyə? Tonight indiki zamandır. Əgər Vudraziyadan sonra subject gəlmirsə, bu zaman BR infinitiv işlənir. İndiki və gələcək zamanlar üçün. Yox, əgər Vudraziyadan sonra keçmiş zamanı ifadə edən bir zaman formasıdırsa və subject gəlmirsə, yəni hərəkəti icra edən eyni adamdırsa, bu zaman Vudraziyadan sonra perfect infinitiv işlənir. Xülasə, hərəkəti icra edən eyni adamdırsa, Vudraziyadan sonra subject gəlmirsə, BR infinitiv götürürük, indiki və gələcək zamanlar üçün. Keçmiş zamanı üçün isə Vudraziyadan sonra have perfect infinitiv seçirik. Diqqətinizə görə sağ olun. Videonu paylaşmağı və bəyənməyi unutmayın.